Son Azərbaycan Kubokunun ikinci təsdiqat mərhələsində sonra keçirilən mətbuat konfransında komandamızın məşqçisi İsmail Bəşir oyunla bağlı fikirlərini Hani bu oyun bəlli oyun idi. Dinamo kulübü olarak her şey açık, aşikar, aydın. Bizim komandamız çok genç komandadır. Bu komandanın təməli İskəndər Zavadov Bakı Akademiyasının uşaqlarıdır. Siz de bizim protokola da baxsaz, görərsiniz ki 2004, 5, 6, 7, 2008'e qədər bizim oyuncumuz var. Və bu günlər əgər şərait yaxşı olaydı, nəticə bu olmasaydı, onları da oynadacaqdı. Həqiqətən Azərbaycan liqalarında birinci və ikinci liqada yeganə komandadır ki, Dinamo komandası bu gənc uşaqlara dəyər verir. Yani siz hamımız bunu yoxlayıb baxa bilərsiniz. İndi ən azından 3 ildir bu səviyyə bizim komandada irəli gedir. Mən yeri var ki, Yaşar müəllimlə, Elşən müəllimlə, İlqar müəllimlə çox təşəkkür edirəm ki, bu vəziyyətlə, bu maliyyə cəhətindən həqiqətən çox sıxıntılıyıq. Bizim 300 nəfərə yaxın akademiyada oyuncumuz var və başta əsas komandamız ki, ikinci divizionda oynayır. Biraz əgər bizim maliyyə səviyyəmiz yaxşılaşsa və bizə dəstək olsalar, Dinamo klubundan söz verirəm sizə, daha çox təriflər eşidəcək. Çox sağ olun.